Deməli biz bir yığışmışıq tort yeməyə. Bəli. Nəyin tortunu yeyirik? Eski müəllim. Nəyin tortunu yeyirik? Biz tortu niyə yeyirik? Çünki müəllim xorda oxumuşuq. Aha. Yaxşı nədir onun adı? Məsələn, bilirsən mən istəyirəm. Yaxşı oxumusunuz da elə. Hə. Bəli. Deməli şagirdlərimiz tədbirdə aktivdirlər. Bax bu şagirdlər 4-cü sinifdən etibarən 4, 5, 6, 7, 7 oxuyursunuz da, indi 7-siz bəli. 4 ildə ən azından bütün tədbirlərdə xorlarda aktiv iştirak edirlər. Bax bu uşaqları görürsünüz, bax Fərduxdur. Özləri az bir deyin. Şina xanım bizə gözəl əsər ifa eləyir. Özləri hazırlayırlar. Bax Bu da Rəsul. hə, Rəsul salam. Xor müəlliməmizlə bir yerdə, musiqi müəlliməmizlə bir yerdə tort yeyəcəyik. Özləri hazırlayırlar süfrəni. Şina xanım bizi feyziyə bilir. Elmira xanım. Və çaylarımız gəldi. Nəzrin xanım çayları gətirir. İlahə müəllimə tortu gətirir. Yavaş. Allahu Ekber. Bura İlahə müəllimə necəsiz? Tortu niyə almısınız? Sağ ol, yaxşı. Uşaqlara borcum var idi. Söz vermişdim. Uşaqlara söz vermişdim ki, xorda yaxşı ifa eləsəz, əziyyətinizi bəhrələndirəcəm, sizə bir şirniyyat qonağını verəcəm. Bu da sözüm. Təşəkkür ederim. Əlləyə bilərsiniz. Rəna da gəldi, Rəna. Necəsən? Rəfailin keyfi yoxdur. Yaxşıdır. Rafaeli də nə imtahanlardan keçərək gətirmişdir. Bir də bəssidir. Cici bebe. Rəsul. Ben de Rəsul çəkin. Rəsul cici bəbəni çox sevir deyə müəlliməsi ona cici bəbə alıb. Cici bəbəni çox sevir, yəni mən onu sevir. Hə?